aleyhi və səlləmin bizə öyrətdiyi kimi. Bəli. Allah daha doğrusu bilir. Barakallahu fikum. Digər suala keçid edək. Sual verən deyir ki, sübh namazını qılmamışam. Yatıb qalmışam. Günəş çıxandan sonra oyandım. Namazı qıldım. Namazdan dərhal sonra zikirləri etməliyəmmi? Yəni fərz olan namazın zikirlərini etməliyəmmi? Bəli. Yaxud sübh zikirlərini etməliyəmmi? Ümumiyyətlə sübh namazından sonra sübh zikirləri olur. Bu zikirlərin vaxtı nə qədərdir? Allah Teala yardım etsin. Ümumiyyətlə bu sübh namazına yatıb qalma məsələsi öz-özlüyündə bir problemdir. Allah Subhanahu taala bütün müsəlmanlara yardım etsin. Həmin. Yəni suala keçməmişdən öncə, daha doğrusu cavaba keçməmişdən öncə müsəlman bilməlidir ki, cemaat namazlarından yəni fəzilətini, cemaatla qılınan namazların nə qədər əcr var və həmçinin buna həris olmalıdır. Bacardıqca. Allah Teala buyurur ki: "Vattaqullaha mastata'tum." Allahdan bacardığınız qədər qorxun. İnsan bacardıqca nədir? Həris olsun ki, sübh namazlarını cemaatla qılsın. Kimdəsə ola bilər. Yəni məsəl üçün hamımız insanıq, hamımız bəşərik. Kimsə yorğun ola bilər, kimsə səfərdən qayıda bilər və s. Yatıb qala bilər sübh namazında. Hətta bu Peyğəmbərimizin sallallahu əleyhi və səlləm vaxtında da baş vermişdi. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm özü də və səhabələr də nədir? Yatıb qalmışlar bir günləri. Orada məsələ nə cür nədir? Mirzə qardaş, orada məsələ tərtibatlandır. Məsəl üçün mən sübh namazına yatıb qalmışam. Qalxan kimi, yəni əgər vaxt çox keçibsə, başqa bir məsələ var, onu da gərək buradan zikr edək. Vaxt çox keçibsə, qalxan kimi nədir? Dəstəmaz alır. Evdədirsə azan verir. Sünnət namazını qılır, sübh namazının sünnəsini qılır. Çünki Peyğəmbərimiz də bu cür eləmişdir sallallahu əleyhi və səlləm. Peyğəmbər sallallahu əleyhi və səlləm Bilala əmr edir ki, azanı ver. Hətta onlar biraz uzaqlaşırlar olduqları yatıb qaldığı məsafədən. Sonra Bilal radiyallahu anh azan verir. Onlar sünnə namazlarını qılırlar. Sonra Bilal radiyallahu anh iqaməni verir, nədir? Fərz namazını qılırlar. Eyni ilə bu cür. Yəni azan verilir, sünnə namazını qılır. Sonra nədir? Fərz namazını qılır. Sonra nədir? Zikirlər məsələsinə indi gələcəm. Bir məsələ var. Misal üçün biz yuxudan qalxarkən görsək ki, hələ də günəş tam çıxmayıb, elə bir vaxt ki, 5 dəqiqə qalıb, 10 dəqiqə qalıb, 7 dəqiqə qalıb namazın çıxmağına, o vaxt nədir? Qalxan kimi fərzi qılsın. Qalxan kimi fərzi qılsın, orada nədir? Çünki iki dənə məsələ var. Bir məsələ odur ki, ümumiyyətlə kimsə sübh namazının sünnətini qılmazsa, neyləməlidir? Fərz namazından sonra qılsın. Misal üçün, mən məscidə girmişəm, məscidə daxil oldum, gördüm ki, iqamə verilir. İqamə verilir, mən imamla bərabər fərz namazını qılıram. Sonradan üstündən imam salamlaşandan sonra qalxıram, 2 rükət nədir? Sünnəni qılıram məsciddə. Və yaxud gözləyirəm həmin bu 2 rükət namazı günəş çıxandan sonra duha vaxtı qılıram. İndi məsələ nədir? Kimsə yatıb evində qalıb, qalxır görür 5 dəqiqə qalıb, 7 dəqiqə qalıb, 10 dəqiqə qalıb, həmin vaxt nədir? Qalxan kimi dəstəmaz alıb fərz namazını qılsın, sonra sünnəni nədir? Sonra sünnəni qılar, hansı günəş çıxandan sonra. Günəş çıxandan sonra. Nəyə görə deyirəm burada? Çünki o günəş çıxan vaxtı qadağan olan bir vaxt var. Namazın qılması. Amma bu fərzlərə aid deyil. Fərzlər nədir? Fərz namazı vaxtında qılmalıdır. Ona görə deyirəm, qalxan kim nədir? Fərz namazını qılsın. Zikirlərə gəldikdə, eyni ilə yəni başqa cür, adəti üzrə olan namazlarda nə cür idi? Namazlara qılırıq, sonra zikirlər edirik. Sübh namazının zikirlərini də, bir də səhər zikirləri gəlmiş sualda, deyil mi? Səhər zikirlərinin də haqqında elm əhlinin, alimlərin bəzi deyimləri var. Allah daha doğrusunu bilir. Saat 10'a kimi, 11'e kimi vaxt var. Yəni duha vaxtından sonra saat 10'a kimi, 11'e kimi. Lakin bir şərtlə bu davamiyyətli bu cür olmaz. Yəni bəzi istisna hallar baş verərsə, məsəl üçün yorğunçuluq baş verir və yaxud sualda keçən kimi kimsə yatıb qalıbsa və s. Bu hallar baş verərsə nədir? O zaman saat 10'a kimi, 11'e kimi səhər zikirlərini